Xoş gördük sizləri. Mən bunu paylaşmışdım bu saytın neçə vaxt bundan qabaq. Coin qazanırsınız. Dogecoin coin'i var, onu qazanırsınız. Burada düzdür bir müddət sonra pulsuz çıxarış eləyirsiniz. Sonra şəxsiyyəti doğrulamaq deyirsinizsə, baxın burada. Onu doğrulayandan sonra bir müddət sonra yəni 14 dollar pul istəyir sizdən. Yəni mən o 14 dollar yatırım elədim. O heç həm ancaq pulumu çəkirdim. Bax geri daxil olurdum özüm bura, tümünü vururdum və bu işlərə qurub çəkirdim pulumu. Bu günlərimdə nəsə daha dedim qoy bura bir yatırım edim. 100 deməli 100 yox 460 Dogecoin-də hardasa bir elədi 32 dollar zət bax beləsinə 34 dollar 32 dollar mən bura yatırım elədim və indi avtomatik özü hər vaxt bitdikcə, yəni belə deyim, məsələn tutaq ki, indi bax özü avtomatik çıxarış verib. Görürsüz, baxın bunlar özü avtomatik verir, çıxarışdan hamısı özü verir. Mən telefonu qoyum kənara qalsın, fərqi yoxdur. Baxın, çıxarışları öz avtomatik hamısı oturur balansıma, baxın. Bax belə balansıma gəlib oturur çıxarışlar. Yəni özü avtomatik gəlir. Mən hep ki buradan aldım. Bir dənə mağaza burada daxil oldum. Yüksəltmə yeri var. Bir dənə ora daxil olum görüm. Onu tapa bilmirəm. Yüksəltmə yeri. Nəsə yüksəltmə yeri vardı. Ora daxil oldum. Elə bir ki aldım. 460 token yüklədim Binance-dan. Aldım və otomatik qoşdum. Baxın belə bunu aktiv elədim. Öz avtomatik. İndi bu köçsün balansa 60 dəqiqə yazır. Elə vaxt o 10 dəqiqə köçür, elə vaxt o yarım saat köçür. Köçən kimi heç mən bura girməyimə ehtiyac yoxdur. Öz avtomatik. Buradan 800 oldu, 800 olur. Nə 900 oldu, 900. İndi məsələn 1000 olsun, 1000'i vuracaq. 1000 deməkdir 1 token deyə. İndi baxın bu bir açsın. Öz otomatik hamısını özü göndərir hesabıma. Baxın bu tutaq ki hazırdır. Bir dənə bu keçən kimi otomatik bu da gələcək hesabıma. Daha mən burada girib özüm onu göndərmirəm. Çox yaxşıdır, həqiqətən də möhtəşəmdir, çox xoşum gəlir. Yavaş gəlirdi. Mən burada məsələn qoydum 14 dollar götürmüşəm də o heç o öz yerində. Bu günlərdə 34 dollar yoxsa 32 dollar idi. Bura yatırım elədim. Özünüz görəcəksiniz. Orada T məndə ki baxın T səhv eləmirəmsə bir dəqiqə baxın görün məndə neçə olmalıdır. T2 yoxsa T1-dəyəm bilmirəm dəqiq onu. T1-dir deyəsəm məndə. Yəni bura baxın, burada göstərəcək yəqin. T2-dir, hə. Burada yüksəltməyə gəldim. Hə baxın burada mən bunu yüksəltmişəm. Vurdum. Siz də tutaq ki bunu yüksəltsəz, hər saatına bu qədər tokenlər götürəcəksiniz də. Dogecoin belə deyim, bunu götürəcəksiniz. Bunu yüksəltsəz, hər dəfə bunu 10 götürəcəksiniz. Sonra 40. Bax beləsində düz bunların qiyməti bahadır, çox bahadır. Bu biraz normaldır yenə, 145 dollar. Aylıq qazanc 239 dollar. Burada məsələn məndə aylıq qazancım təxmini 52 dollardır, amma mənim çox olacaq. Dost dəvətindən də gəlir, əlavədə tez köşünə göz çox olacaq. Birinci deməli burada da əlavədə bu gəlirdi. Buradan da gəlirdi, buradan da ikisi bir yerdə gəlib çıxacaq təxmini. Baxım köçdü bu. Bu dost gəlirin olan köçdü balansıma. Dost gəlir indi çıxarış etmişdim, o köçdü. Onun çıxarışlarına gəlirim. Baxın burada köçüb bu dost gəlirlərimdir. Siz də dostlarınızı mütləq dəvət edin ki, daha çox qazanc əldə edə bilərsiniz. Deməli, məndə burada mənim bir izləyicim var, bilmirəm kimdir, ona həqiqətən də halaldır. Aniniboxda da olsun, çox gözəl aktivdir, yəni çox adam dəvət eləyir. Baxın, həmin adam kimsə ən çox vaxt dəvət eləyənlərdən biridir o. Bilmirəm indi o şəxs kimdir, burada 5 dildə özü biləcəkdir. Yəni o deyəsə məni izləyir. Mən nə paylaşdım, o da qeyddən keçir, o da avtomatik adam dəvət eləyir. Yəni onun da mənə dəstəyi çoxdur, sağ olsun. Belə, yəni deyirəm, kim istəsə qeyddən keçib istifadə eləyə bilər, çox yaxşıdır. Yatırım da eləməkdən ötürü gəldiniz, yüksəltmə yerinə gəlirsiniz. Məsələn, tutaq ki, mən də buna yatırım eləmək istəyirəm. Bax, üzərinə belə vururam. Burada baxım, gəlirəm mən aşağı, bu cüzdanı gəlirəm. Bunu kopyalayıram. Bunu taş kopyaladım, daxil oldum Binance-a, Bybit-ə, fərq yoxdur. Orada USD-im varsa çevirdim dogenlərə bura. İndi onu istifadə edən bilirdi necə olur, daha göstərmirəm onu. Çevirdiniz ya da istəyirsiniz gəlin sizə göstərim də onu bir dənə Binance-a daxil olaraq mən sizə onu izah edim. Bax məsələn necə olur? Gəlin sizə onu izah edim. Deməli bax gəlirsiniz bura çıxartda Binance-da gəldiniz. Gəlirsiniz burada konversiya var, nəsə belə bir yazı. Ona gəlirsiniz. Məsələn tutaq ki burada məndə USD-dir, bu da token-da, yəni bunu əgər burada olmasa yazıb burada tapırsınız və daxil olursunuz. Burada tutaq ki indi məsələn mən 100 dollar çevirmək istəyirəm bura. 100 yazdım, bir avtomatik çevrildi. Bir dənə də gəlirəm burada, sifariş ön izlə sözünə vurursan, bir dənə də vurursan vəssalam, çevrilir olur burada, bu hesaba köçür. Sonra da gəlirsən bura, tutaq ki məsələn mən burada indi bunu göndərmək istəyirəm. Göndər sözünə gəlirəm.
Buradan bunu vururam adres. Sonra kopyaladığım adresi belə yapışdırıram bura. Və sonra bu maksimum vurdum. Hə, bunu tokeni burada minimum 8 tokeni məndə 7 də. Nağdlaşdı sözünə vurursan 4 tokende faiz tutur, yəni onu deyə bilərsiniz. Hə, mən də burada token deyirəm, bilmirəm bəlkə də bu başqa bir adı var. Mən belə deyirəm. İndi kimlər bilirsə mənə yazar, mən də ətraflı öyrənim. Nağdlaşdı sözünə vurursan, sonra burada oxu işarəni sirirsən və salam köçür balansında. Köçəndən sonra deməli neyəsən, davam et vurursan, bunların hamısını işarələyirsən, göndərdim sözünə vurursan, gözləyirsən. Bir 10 dəqiqə, 15 dəqiqə köçür balansı var. Köçəndən sonra avtomatik olaraq sənin səviyyə orada artır. Baxın görürsünüz, indi burada hələ ki gözləyirəm. Bir dənə yenilənmə edək baxaq. Yəni 1 saatın içində 2 dəfə elə köçsəm mən hesablamışam. Təxminən gəlib çıxacaq günlüyüm mənim bayaq hesablamışdım. Bir neçə dollarası gəlib çıxır. Yadımdan çıxdı. İndi öz avtomatik verəcək. Burada qayda necədir? Yəni deyirəm, bax burada tutaq alırsınız. Məsələn də tutaq ki, indi bir dənə bunu silim. Deməli bunu silmək olur da, axı nə oldu? Silmək olmadı indi. Nəsəni silmək olmur, nəsə bilmədim. Hə, sildim. Bax məsələn gəlirsiniz bura, tutaq ki, burada var da, bunun üzərindən vurursunuz. Bu 1 isə 1-i aparıb üstünə qoyur 2 eləyirsiniz. 2-ni aparıb qoyursunuz 2-nin üstünə 3 eləyirsiniz. Bu belə artırırsınız və burada göz qazanclarınızı yazır. Bunlar yazıb dolub durublar. Mən də çünki T2-dəyəm də. T3 olsa daha çox yazacaq tokenlər. Mən də ki durub gözləyirlər ki, burada hesabıma köçsün bu pul. Bu pulu hesabıma köçən kimi avtomatik olaraq gələcək belə. Avtomatik öz çəkişini verəcək. Bax işlənir yazdı. İndi köçəcək balansıma. Çünki burada işlənir yazılıb. İndi köçəcək balansıma. İndi bildiriş gələcək köçəcək balansıma. 1 saatın içində 3 dəfə belə olsa çox gözəldir. Yəni qəşəng qazanc götürmək olur. Belə dostlar, qeydiyyat linkini də paylaşacağam. Keçin qeydiyyatdan. Dostlarınızı dəvət eləməklə tutaraq girmək lazımdır. Baxın gəlirsiniz bura. Gəldiniz bura, gəldi. Burada göstər qeydiyyat linki var. Bunu kopyalayırsınız və salam göndərirsiniz dostlarınıza. Tutaq ki, dostlarınızın gəlibsə burada var. Gəlirsiniz komisyon çək sözünə. Burada al sözünü vurursunuz. O göstərsin burada adresiniz olacaq da. Binance, Bybit fərqi yoxdur. Adresi yapışdırırsınız. Çək sözünə vuran kimi o gəlir. Bunu əllə eləməlisiniz. O birisi avtomatik öz gələcək. O cəhətdən çox yaxşıdır. Avtomatik özü gələcək. İndi bir dənə Binance-a daxil olub baxıram. Görək indi biz orada gözləmədə olmalıdır. Bir dənə gözləyim baxım. Daxil olaq və daxil olduq. Bir dənə ümumi baxışa baxaq. Baxın görürsünüz yazıb ki, emal edilir. İndi birazdan köçəcək balansımıza. 2 dənəsi var burada. Hazır bunlar köçəcək indi birazdan balansımıza. Çox yaxşıdır. Həqiqətən qəşəngdir. Kim istəsə qeyddən keçib rahat şəkildə istifadə edə bilər. Bu qədər dostlar, sağ olun. Başqa nə sözünüz olsa yazın mənə. Kömək eləməyə hazıram. Yəni yatırım eləmək öz şəxsi fikrinizdir. Kim istəsə yatırım eləyib daha çox qazanc əldə edə bilər. Otomatik də qoşdunuz və sizin gecə saat 2, 3, 4 fərqi yoxdur. Öz avtomatik göndərəcək hesabınızda. Gözəcək hesabınıza coinlər gəlib hesabınızdadır. Bu cəhətdən çox yaxşıdır. Azından gedikatı təxmini bildiniz necə olur. Daha mən deməyim ehtiyacım yoxdur. Bir dənə sadəcə burada yığdınız. Məsələn mən 11 daha çox qazanc verir mənə. Üst-bəs belə yığdıqca daha çox qazanclar verir və tez yığırsınız burada. Burada levellər nə qədər çox olsa artıracaq. Onu daha çox tez yığacaqsınız. Yatırım eləməklə çox rahatdır, çox sadədir. Rahat şəkildə yatırım eləyib daha çox qazanc əldə edə bilirsiniz. Oldu dostlar, bu qədər. Sağ olun. Yəni də baxım görüm. Hələ yayınlandı yazılır. Aha, indi köçəcək hesabıma. Neysə dostlar, çox videonu uzatmaq istəmirəm. Sağ olun. Qeydiyyat linkini paylaşdım. Rahat şəkildə keçin qeydiyyatdan istifadə edin.